Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər, 8 yaşlardan ibarət Respublika çempionatı və maraqlı bir görüşdə bir yerdə hansı ki Bakı Sporting və Yeni Bakı kollektivlər üzrə hər iki komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Maraqlı məhsuldar oyunun şahidi olacaq. Altdan top oyuna daxil edilməlidir. Refer təkrarlanmasını istədi. Bakı Sporting oyuncuları altın yerine getirir ötürmeye. Müdafiə dairə avladı, rəqibi qabaqlama bacardılar. Bir ötürmə isə digər canlı bir-birlərinə başa düşmədilər. Abbaslı Ümid topu cəld hərəkətləndirdi. Ədalət əmsi Altun yenidən yeni getirməsi istədi. Məhz Yeni Bakı kollektivi yaxından top hərəkətləndirməlidir. Əliyev Seyid. Yeni Bakının 5 nömrəli oyuncusu. Yaxında top hərəkətliyi qazandırır, mərkəzə doğru ötürmə Raul. Da səbti dəyişmək istəyir. Ramiri düşünmüşdü, alınmadı. Əliyev Seyid. Qarşılıqlı mübarizəli Qarayev Raul rəqiblə üzləşmişdi. Ümid də komandalaşın köməyinə çatdı. Ümid top ələ keçirməyə bacardı. Abbaslı Ümid. Qarşılıqlı top etkisizlədik. Əzli Omar'ın ötürməsi komanda yoldaşına. İndi zərbə cəhdi. Təhlükə ələmləydi. Abbaslı Ümidin ifasını izlədik. Sonunda bir toxunuş vardı. Korner olmalıdır. Üçdən zərbə yerinə yetiriləcək Yeni Bakı adına. İşte hələ ki qapının kilidi açılmayıb, tilsim qırılmayıb. Referi korner düzgün yerinə yetirilməsi istəyir. Saxlayın dedi. Və korner xəttini göstərir. Üçdən zərbə yerinə yetiriləcək Yeni Bakı adına. Ötürmək istəyib. Zərbəyə bu səfər imkan verilmədi. Təkrar əmləcəkdi. Alamadı. Daha Ümid digər qapını düşünmüşdü, amma istədiyinə nail ola bilmir. Qarşılaşmada hələ ki 30 dəqiqə olmalı. Hələ ki qolsuz bərabərlik var. Yeni Bakı 0, Bakı Sporting 0. Görə görüşdə tilsim nə zaman qırılacaq? Yaxında top oyuna daxil edilməlidir ötürməyə. Ümid Cina boyunca elədi. Bir qədər ötürmə bərk alınmışdı. Orada topa hərəkətlənən Əzizli Omar idi. Çatmaq mümkün olmadı. Yeni Bakıda mövqe olaraq hücumda çıxış edir. Qarayev Raul və Əzizli Omar. Biz bu ikilidən tez-tez həmlələr izləyirik. Əliyev Seyid. Ümidin zərbəsi. Burada müdafiə qarşıladı. Raul'a topun çatmasına imkan verilmir. Qapıdan zərbə. Əliyev Seyid. Top oyuna daxil etməlidir. Cina doğru ötürmə. Əzli Omar'dır. Omar bir halda cəhd rəqimini yayma bacardı. Omar komanda yoldaşı oynadı. Davam etmək mümkün olmur. Qarayev Raul. Davam edilsək, bəlkə də fərqli senaryo izləyə bilərdik. Ömer, bunu dedim, buradan qalxıyor. Sənə oyuncu. Söyle, sənə gələcək. Yeni Bakı oyuncuların nəzarət altında top meydanı tərk edir. Qapıdan zərbə. Cinaha doğru. Omar'dı bu. Rallo düşünmüşdü, müdafiə qabaqladı. Əzli Omar altdan top hərəkətləndirməlidir Omar. Altdan birbaşa dolu yoxdur, odur ki qapıdan zərbə. Yeni Bakı müdafiəsi çox yaxşı işlər görür. Hətta rəqibi müdafiədən çıxarmaq istəyirlər. Daha bir təhlükələmlə son anda Bakı Sportingin oyuncuları. Korner. Burada cəld hərəkətləndirdilər. Burada Rallo zərbə imkanı verilmədi. Meydanda saxlamaq istəyib. Bacardılar, amma rəqib üçün. Abbaslı Ümid. Məhz müdafiədən evləni quracaq, ötürmək komanda yoldaşına.
Bir qədər ayaq saxladı Seyid. Yeniden bir düşüncəsi. Yeniden önde pressing edir. Topu kazanmak için yeni maç oyuncularında kaldı. Bir ötürme isteği alınmır. Önde pressing tətbiq edir oyuncular. Zərbə çəkdi. Son anda müdafiə. Əzli Omar'ın ifasında izledik. Həmləni. Ama nəticə hasil olmadı. Qapı qarşısına paralel ötürmə. Burada bakın Sporting 14 nömrəli oyuncusu onun qarşısını kəsmişdi. Ötürməni oxudu və zərbəsində də top torlara yollanır. Ard-arda həmlələr, cəhdlər edən tərəf, qapını yoxlayan tərəf. Yeni Bakı kollektivi, amma bir əks həmlədə bir kontratakda qol tapan tərəf. Fərqlənən tərəf isə Bakı Sporting oldu. Ümid edirəm ki, tez bir zamanda Yeni Bakı oyuncuları rəqibə cavab verəcək. Orada Əliyev Seyid Real qoldan komandasını xilas edir. Görüşdə bir də xatirada Bakı Sportingin minimal hesabın üstünlüyü var. Yeni Bakı önündə. Bu da ise Omar'a irələmə imkanı verir. Top eləməz. Ehsan Əzizli Omar'ın özünə meydanı tərk etmişdi. Və bu refer də mənlə fikirdir. Seyit başla bir açı. Ömer istər. Əliyev Seyid. Cina doğru ötürmə. Təhlükəli gəldilər. Zərbə lazımdır. Bir cəhət. Digər qapı düşüncəsiydi bu. Sonradan yan tərəfə çəkilədi. Çəsviyə düşmək mümkün olmadı. Bu arada əvəz etmə baş tutur. Yeni Bakı heyətində Qurbanov Ramiri biz meydanda görürük. Bu əvəz etməli komandaya faydası olacaq mı? Bakı Sportingin əmləsi. Bu arada daha bir əvəz etmə var. Cəlilli Elvin də meydana daxil olub Yeni Bakı heyətində. İki dəyişiklik izlədik. Əliyev Seyid ötürmə komanda yoldaşına təhlükəli gəldilər. Zərbə çəkdi və gol! Axırdır ki axtardıqları qolu tapdılar. Fərqlənməyə bacardılar. Bir kartlar yenidən paylanacaq meydanda. Golun müəllifi Abbaslı ümid oldu. Bir. Bakı Sporting 1, Yeni Bakı 1. Daha bir cəhət. Bu da qolda arda qollar izləyirik videonun ifasında. Geriden həmlələr qurulur. 2-1 oldu geri dönüş. Comeback goludur bu. Müdafiə turunu rəsmiləşdirib. Hətta daha bir həmlə. Ötürmənin qarşı kəsildi. Seyid müdafiədə çox yaxşı işlər görür. Tərs bir müdaxilə. Ramir. Son anda zəminimizə orada bir toxunuş gəldi. Nəticə etibarilə artıq Yeni Bakı 3-1 hesabı ilə öndədir. 0-1-dən 3-1 etməyi bacardılar. Daha bir əmlədən ötürmənin qarşısını kəsən Ümid. Aktivində 2 gol var. Abbaslı Ümid rəqibi ilə mübarizə apardı. Çox əzimkərcasına mübarizə aparır. Ötürmə Elvin, Cəlil Elvin. Out Yeni Bakı'nın mı? Yox, Bakı Sporting'in. Səmt dəyişikliyi. Ümid ötürmədən sanki xəbərdar edir. Ümid nələr edir Abbaslı Ümid. Ötürməni oxudu. Daxil etdi və topu da torlara yollamağını bacarır. 4-1 oldu. Pressingdə tətbiq edirlər oyuncular. Cəlil Elvin, Ramir'dən. Əliyə qatılmışdı Ümid. Seyidlə oynadı. Əliyev Seyid, rəqibin təzyiqi var. Top meydanda davam etmək lazımdır. Seyid. Korner olmalıdır. Elvin başla, Ümid qatacaq. Elvin başla. Ümidə, qapının altına. Karşılaşmada artıq ilk hissəni yarılamışıq. Hesab 4-1'dir.
Yeni Bakı 4-1 hesabıyla önədir. Bakı Sporting önündə. Daha bir top itkisi, daha bir cəhd. Atilla, iki attı da kabağa gel. Atilla, iki attı da kabağa gel. Altın topa daxil edilir. Cina dəyişili. Elvin boşdadır. Elvin zərbə. Son anda müdafiə. Gedən topu meydana çıxardılar. Elvinin fərqlənməsinə imkan verilmədi. Qapıdan zərbə. Bakı Sporting oyuncular təhlükəli gəldi. Son onda şey. Real goldan xilas edir komandasına müdaxilə. Çox yerindeydi. Korner Bakı Sporting'in. Cəlil Elvin, Qurbanov Ramir. Ötümə bir qədər qısa qaldı rəqib oyuncuları. Baxlaraq topu çərçivəyə. Torları sancmağı bacarır. 2-4. Fərq bir qədər azalır. Yeni Bakı 4. Bakı Sporting 2. Əliyev Səyid bir ara dönməsi Abbas Ümid. Çatmaq mümkün olmur. Qapıdan zərbə olmalıdır. Əliyev Səyid bir aldadıcı cəhd rəqibi keçmək istəyib. Səyid uzaq məsafədən endirilən zərbə, son anda müdafiə. Qurbanov Ramir səmti dəyişmək istədi. Digər cinahda Damın yoldaşını düşmüşdü, alamadı. Səyid rəqibi ilə mübarizə aparır. Bir ötürmək istəyib. Yeni Bakı oyuncularla qaldı. Təhlükəli gəldilər. Zərbə çəkdi. Ümid idi bu zərbəni indirəm. Təkrar əmlər. Ramir ram etməyi bacardı. Çət Ramir və gol. Qurbanov Ramir. Daha sonra zərbə indirdi. Ramir də fərqlilər siyasının öz adını yazdırır. 5-2 oldu. Yeni Bakı 5. Bakı Sporting 2. Ramir'in gol turun golü oldu. Ramir Cet. Ha, geçti. Ben Maradon'da. Qurbanov Ramir bir aldadıcı cəhd. Rəqiblə yaymağı bacardı. Ötürmə Cəllov Elvin. Out yeri Bakı. Cəlil Elvin komanda yoldaşı üçün bıraxdı. Omar. Əzli Omar digər cinaha doğru. Raul. Və topa çatmaq yeni mümkün. Bərk alınmışdır. Səm dəyişilib. Zərbə imkan verilmədi. Qurbanov Raul almaq istəyib. Sporting oyuncularda qalmışdı. Ramir Qurbanov bir şəkildə qazandı.
Merkeze kal Atilla. Koyma Ömer şu senin. Ömer. Ömer koyma dönsün. Gel gel. Bir tane Ömer'e. Elvin yok Elvin ne demeksin Elvin? Qarşılıqlı mübarizə izləyirik. Bakı Sporting oyuncuları həmlələr edirlər. Uzaqlaşdırmaq lazımdır burada. Bir-birlərinə başa düşmədi Yeni Bakının oyuncuları. Elvin və Omar arasında bir anlaşılmazlıq. Hesab 5-3 oldu. Bakı Sporting 3. Yeni Bakı 5. Bir ötürmə istəyi ünvana çatdı. Bir aldaca cəhət Ramir. Buna zərbə imkan verilir. Bakı Sporting 24 numaralı oyuncu qarşısını kəsmişdi. Burada Qarayev Raul'un dəvləsi var idi. Burada pressing tətbiq edir. Yeni Bakı oyuncular top ələ keçirmək üçün. Ömer koyma dönsün. Müdafiədə Omar. Raul yeter koya sarana. Əzli Omar. Ortadan başla. Ortadan gel. Elvin'e bak. Oyna. Emin dala gel. Cina doğru ötürməyə Cəlil Elvin. Əzli Omar. Bir ara ötürməsi ünvana çatdı. Qarayev Raul'un zərbəsində. Son müdafiə. Korner. Omar ön aldı. Əzizli zərbə və gol. Əzli Omar. Demək bacarır. Müdafiədən gəldi, zərbə indirdi. Topu torlara yolladı. 6-3. Bana git sen. Kopma kopma. Ay son ayalar. Bir tane daha. Elvin. Enicilata. Vanov Ramir. Raul Rameti. Qarayev. Raul və gol. 7-3 oldu. Ardında qollar izləyirik. Xatırladaq ki, hesabı Bakı Sporting açmışdı, amma üstünlüyü qoruya bilmədi. Geri dönüş comeback-lə məhz Yeni Bakı oyuncuları ardında qollarla fərqləməyə bacardılar. İndi isə Bakı Sporting qolu izlədik. 4-7. Bax, nə qədər də məhsuldar bir qarşılaşma izləyirik. Yavaş-yavaş 2 sən sona yaxınlaşırıq. Son təxmin olaraq 2 dəqiqə. Hesab məhz 4-7-dir. Qalan dəqiqələr ərzində daha neçə qol izləyəcəyik. Kimlər fərqlənəcək? Burada qayda pozulmuşdu. Ramir'in həmləsi topa deyil də rəqibə idi. Ramir. Bir zərbə çəkdi. Son anda müdaxilə gəldi. Ramir uzaqlaşmaq istəyirdi, amma digər qapıya. Digər qapıdan keçir. 5-7. Hesab arasındakı fərq 2 indi. Və qarşılaşmada ilk hissədə son dəqiqə oynanılıb. Bunu da xatırlatmasını edək. Uzaqlaşdırma çəkdi. Bakı Sporting oyuncular təhlükəli gəldi. Zərbə. Alınmır. Müdafiə özünü çatdırdı. Əzli. Omar da bu. Cina doğru. Cəlil Elvin. Gözəl ötürmələrlə çıxardılar topu. Son anda da Raul və gol. Gözəl ötürmələr paslaşaraq daşıdılar və fərqləməyə də bacardılar. 5-8. Git Mara git dayanma Mara git. Sal yere. Ömer.
Neyse de son əmrələr, son cəhdlər. Referi ilk hissəni bitirir. Maraqlı mübarizəndə şahid olduq. Yüksək tempdə bir ilk hissə izlədik. Yeni Bakı fasiləyə 8-5 hesablı öndə yollanır. Bakı Sporting öndə. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik. Bir daha əlbatınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladaq. 8 yaşlarından ibarət Respublika çempionatı U8 liqası Bakı Sporting və Yeni Bakı kollektivləri üzrə Yeni Bakı fasiləyə 8-5 hesabı ilə öndə yollanmışdı. Bakı Sporting önündə görə ikinci də bizi nə gözləyir? Yeni Bakı üstünlüyünü bir qədər də artıracaq, yoxsa Bakı Sportingdən geri dönüş mü izləyəcək? Olur ki, bu maraqlı ikinci seri. İzləyə və görək nəticə nə olacaq. Qarayev Raul ilk hissədə son qolun müəllifi olmuşdur. Raul Qarayev. İlk golun müəllifi 9-5 oldu, fərqi bir qədər də artırır. Yapış dönmez. Hüseyin seni. Bravo Hüseyin. Arkada Mehmet Ali yok. Pas oynayabilir. Hoppa. Bir daha. Seni. Mehmet Ali girse. Ömer'e bak. Tulalım. Yapma. Mehmet Ali. Hüseyin'e gelin tulalım. Mehmet Ali bir tane İstanbul. Sen yakın oyna. Git. Ravici. İki. Ayak içinden. Bir tane de öbür. Olan kapıya ayak içinden. Gel Mehmet Ali gel iste. Sen. Seyit yakın. Cemre yakın. Ümit bura. No, baslarım yakın. Yakınlaş. Sen basar içine. Bir çok çıkar. Seyit sana geldi. Aynı zamanda sen gol gelende açılan zonası boşaldı. Ulan şərait yaradı. Sonra sen dedin neyse hərəkət eləmək. Hüseyin. Birimiz karşılayalım. Mehmet'e karşılatılan mı? Hüseyin sen üzerine gel. Mehmet Ali var. Şu. Yine çok önde dönüyorsun. Gel yok Mehmet Ali gel sen. Ayak içinden. Bir zərbə çəkdi. Elif Səidin ifasını izlədik. Bir qədər qapının üzərindən vurdu. Təzyiq var Bakı Sporting oyuncularına, fərqi azaltmaq istəyirlər, bacardılar. 14 nömrəli oyuncu pressing edərək top alıb qapıdan keçirməyi bacardı. 6-9. Qarşılaşmanın bitməsinə 15 dəqiqə yaxın bir müddət qalıb. Xatırladaq ki, Yeni Bakı 9-6 hesabı ilə öndədir Bakı Sporting önündə. İkinci hissədə hər iki komandadan yalnız bir gol izləmişik. Bak Mehmet Ali. Atilla. Hayda. Attın topa ilə daxil edilməlidir. Mərkəzə doğru ötürməyə. Qarayev Raul. Bir aldadıcı cəhət. Rəqibinə yayma bacardı. İkinci rəqibini də aldatır. Raul nələr izləyirik. Qarayev.
Bir aldattı rəqiblərini. Topu da qapıdan keçirməyi bacarır. Baxımda bir gol izlədik. Maestro Rail'dan. İdi, Hakanca, idi, boş ver, idi. Acet, şu. Ömer şu. Ömer solla git içeri. Ömer, gecikirsin, Ömer. Əliyev Seyid rəqibini qarşısını kəsməyi bacardı. Hətta onun da zərbəsi təhlükəli direğə dəydi. Bir daha, Ümit gel. Daha bir cəhd olacaq. Rahat bir topdu. Omar, Əzizli Omar bekləməyi bacarır. Əzizli Omar qollarının siyasına daha birini əlavə edir. Şahit ayağın içinde. Atilla, tek solda oyna, Mehmet Ali şortu oyna. Ömer olmaz. Solda oyna. Yeni Bakının sağ cinahdan əmləsi qurulacaq kimi görünən Abbas Ümid aldaca əmlələr. Gör necə sıyrılır rəqibindən. Ötürmək istəyirəm, möhtəşəmdir. Omar'a tamamlamaq qaldı və gol. Daha bir gol gəldi, amma zənimcə bu gol Ümidə yazar. Gel bu sefte bir. Rahat, Brema. İdi sразу. Давай, Мехтовой, давай, иди. Все, видишь? Все, щечки. Все, молодец, ты пошел. Иди, балла. Ümit girme ona, Ümit girme. Hayır. Var, sıçar. Gel, kazan, sıçar. Ömer, saçını Hesab artıq 12-6-dır, bunu xatırlatmasını edək. Daha bir cəhd Ümid və doktorlardadır. 13-6 hesabdan bəhs edərkən Ümidin ifasında daha bir gol izlədik. Sabah gel solda oyna. Yeni Bakı 13, Gel solda oyna. Bakı Sporting 6. Sal sona Mehmet Ali. Sal sona oyna. Ömer gel. Soldan Elvin gel. Elini git orada. Kanala bak. Ümit geç sola, Elvin geç sola. Mehmet Ali. Bana git, Raul. Elvin sen sal. Babacım hep iyi. Barış sen. Bir ötürmək istəyi. Elvin ötürməni qarşısını kəsmişdi. Elvinin zərbəsi Cəlil Elvin. Bekləməyə bacar ötürməni oxudu. Daha sonra zərbə indirdirib. Rəqiblərin arasına top doğrulara yollandı. 14-6 fərq bir qədər də artır. Atilla gel merkeze. Teles. Sayın. Hay Mehmet Ali. Ayak uzuyla niye? Ümit girme ona. Elvin iste. Gel Elvin gel. Neydi sen Aysel? Neylemek istedin? Bir tane de ya. Ayak uzuyla yap. Yine sana biliyorum. Sana gel. Gel. Başla. Atilla kayda. Elvin oyuncu senin kabağında. Aysel. Gel bak devam et. Bak vardı. Top gelmemiş. Rahat başla. Sabah. Koçun kabağında kalmasın. Gel kabağa. Sana gelecek. Sait başla. Dikkat. Ömer Ümit geç. Sait top tutmak istiyor. Yaptı bu. Atilla nerede bak? Atilla pas verin. Bir tane daha. Sait. Oy. Geç bir sen. Bak. Elvin de Eline var. bak. Elvin çok. Sen de gel. Başla. Maradona başla. Koçya bak. Koçya bak.
göz vermə. Yeni Bakının yeni əmləsi zərbə çəkdi. Burada üçün əllə dəymişdi və referdə penaltini göstərir. Və penaltini kim yerinə yetirəcək? Səid yerinə yetirmək istədi, bəli. O bilsin ki, eləməz, Səid də yerinə yetirsin. Hatırladaq ki, Yeni Bakın 14-6'lıq üstünlüyü var. Bakı Sporting adına, önündə daha doğrusu. Səid aktivinə daha bir gol yazdırmaq istəyir. İşarə gəldi Səid, zərbə dirəyə dəydi, təkrar əmlə və doktorlardadır. Cəlil bin tamamladı, 15-6 oldu. Mehmet Ali. Mehmet Ali. Neyse. Gel. Ümit bak. Ay. Ümit sen elinde daha git bana git. Gidebilirsin git. Mehdi var. Bana gidebilirsin. Git. Daha bitti. Gel kafa. Bir cəhət, topa çatmaq qeyri-mümkündür. Və bir qədər azalır, Mehmet. 7-15. Yeni Bakının yeni əmləsi. Da pressing edir Bakı Sporting oyuncuları, amma Abbas Demir. Əliyev Səid. Burada yerdə qalan oyuncu var, Abbas Ümit yerdə qaldı. Referi qayda pozisiyonu qeydə aldı. Qapıya doğru əmlə, standart vəziyyət və gol! Standart vəziyyətdən də fərqlənməyə bacardılar. Mərkəzi yaxın bir nöqtədən endirilən zərbə. Əliyev Səid standart vəziyyəti qola çevirməyə bacarır. Baxımda bir qola imza atır. Bana üstüne git dayanma git. Az. Mehdi. Otur içine Sen rahat ol. Otur içine. Kabağında sakla. Arkanda yok. Çıktı bir de bak. Yeni Bakı sol cinatını əmlə qurur. Bir diagonala doğru çarpaz bir zərbə idi bu. Doktorlardadır. 17-7. Hesab arasındakı fərq artıq 10'a yüksəlir. 2 rəqəmli oldu. Və Yeni Bakı oyuncuları hələ də dayanmaq, durmaq bilmir. Ardada onların ifalarında əmlələr, cəhdlər və təbii ki qollar izləyirik. Şahit başlasın. Bir arkadan tut. Şöyle. Kalk Ahmet kalk Ahmet. Ahmet. Ay. Mislet batta. Mehdi Bey'e geniş oyna. Abi topu başla. Mehdi var. Şöyle başla. Mehdi de var. Ama ihtiyacı yoktu. Yakında oynuyor. Ahmet. Uçaktı lafını düşer erken. Bak Mehdi. Şahit bak ya. Ay. Ağzım ortada Şahit. Ayağını içine burada. Barış karşıda. Şu git Barış git. Ramir pressing edirdi, pressing öz bərəsini göstərdi. Top qapıdan keçir. 18-7. Git. Mehdi var. Gel. Ömer gel. Arkaya gel. Mehdi. Gitme Mehdi. Arkaya gel. Bir ara ötürməsi, Ramir topladı. Ramir düzəltdi, sol ayaqla zərbə. Qurbanov Ramir. Qollarının siyasına daha birini əlavə edir.
9-7 oldu. Ömer. Sola. Elvin düşün. Boşluğu gördü və dəyərləndirməyə bacardı Ramir. Elvin hücumdasan. Ümit soldasan. Bir saniye ben. Sen düz dağılın. Sen başla Ömer git. Sen başla. Cevat oyuncuya bak. Oyuncuya bak. Solda Nereye? sen. Oyuncuya bak. Bir tane daha bak Ömer'e bak. Abbas Ümid. Ümid aldacaqlar. Yaxşı yayında rəqiblərindən. Və topu da qapıdan keçirməyi bacardı. Qabağında qalır oynuyor. Tek tərəfli, bir tərəfli qollar izləməyə davam edirik. Yeni Bakı 20, Ümit gel. Sporting 7. Yok. Ümit gel. Bunlar qarşılaşmada 5 dəqiqə yaxın bir müddət qalıb. Sonra kadar oyna Mehdi. Devam edin. Mehdi. Mehdi. Gel, Devam gel, edin. gel. Abi ortada. Smash ortaya. Hay bana bak. Başka bir başla. Elvin de düşün bak. Sağ. Gol, слева играешь. Что начинаете? Elvin bu kapı bir tane daha. Orada bak. Bir tane Elvin'e bak. Ay. Şey. Lazım böyle. Cevat. Kabağında sakla. Mehdi. Kabağında sakla. Arkanda yok. Nerede? Tez başlayabilir. Mehdi tez başlayabilir. Dakika. Allah aşkına. Açıl ortada anlatsın. Gel. Gel. Ümit bak abi. Yandı oyuncular. Gel. Elini git. Mehdi iste. Pressing etdilər, təsir əsasını top ələ keçirməyə bacardılar. Omar Əzizli. Zaman. Önündə arkana bakın. Rakibi sağda sağda solun var. Çok rahat. Vallahi Ömer. Elvin gel. Hay Allah. Tam eğini bak. İste. Amin. Düş top iste. Düş top iste. Atilla. Sen kendi oyuncudan da anlatın top iste. Ha başla bilersen. Rami başla bilersen. Ha. Başla Rami başla. Bravo, Ümit слева играешь. Ha Rami. Üzerine geleyim hemen. Sen gözlüysen zaten kederi olsa Yavaş-yavaş qarşılaşmanın sonuna yaxınlaşırıq. 21-7-də hesab. Daha bir cəhd olacaq. Qarayev. Səfər alınmadı. Tak paslar. Maradona. Topu boğan gibi başla bilersen. Geç. Hemen topa. Yaxşı devam edin. Ha, gel. Doğru değil. Şu. Boş ver. Boş, topa da. Oh. Hayır abi. Dağıl. İste. Mehdi var hemen. Tamam. Oyuncudan anlatayım. Oyuncuya yakın oyna. Hətta qarşılaşmada son cəhdlər, son epizodlar, son əmrələrin şahidiyik.
Bəs yeni Bakı kollektivi böyük hesablı qələbə ilə ayrılacaq meydandan. Ay səni kim Referi də artıq saatına nəzər yetirir. Görüşü nə zaman bitirəcək? Və bu görüşün son cəhdi, son epizodu oldu. Referi qarşılaşmanı bitirdi. Yeni Bakı 21-7 hesab ilə Bakı Sportinqi məğlub edir. Hər iki növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.